Hər vaxtınız xeyir və bu gün mən sizə üslubların izahını verəcəm və bütün incə məqamlarına qədər sizlərə çalışacağam ki, çatdıram. Deməli, hər hansı bir dilin üslublarını, üslubi imkanlarını öyrənən dilçilik bölməsinə üslubiyyat deyilir. Dedik ki, üslubiyyatda nə öyrənirik biz? Hər hansısa bir dilin üslubunu və üslubi imkanları. Və beləliklə, üslubiyyatın əsas vahidi də üslubdur. Üslublar özünün iki forması var. Deməli, biz üslubun iki formasını öyrənirik. Birinci forma funksional üslubdur. İkinci forma isə fərdi üslub. Deməli, bizə düşəcəkdir, baxın, funksional üslub. Deməli, bu üslubda nə öyrənirik? Dil vahidlərinin ümumi şəkildə məqsədyönlü istifadəsi funksional üslubu sistemi yaradılır. Dil vahidlərindən xüsusi və ya şəxsi baxımdan istifadə, bu isə fərdi üslubdur. Yəni, dil vahidlərindən ümumi şəkildə istifadə ediriksə, bu funksionaldır. Amma yox, burada bir şəxsilik varsa, bu isə fərdi üslubun xüsusiyyəti olacaqdır. Funksional üslubun özü də bölünür 5 yerə. Deməli, bədii üslub, elmi üslub, publisistik, rəsmi işgüzar və məişət üslubu. Bizə imtahanda, mətn testlərindən bir bədii üslubdan, bir də publisistik üslubdan suallar düşür. İki cür mətn verilir. Bəs biz niyə elmi, rəsmi işgüzar və məişət üslubları ilə tanışıq? Bizdə hər hansısa bir sualda çərçivə daxilində bir mətn verilə bilər və onun əsas mətnlə oxşar və fərqli cəhətlərini soruşa bilər. Deməli, biz burada 5 dənə üslubu öyrəndik ki, bu 5 üslub oxşar cəhəti bir bunların funksional üslub olmasıdır. Bir də bunların oxşar cəhətini soruşsa, biz deyəcəyik ki, bu hər bir üslubda ədəbi dilin norması, yəni normaları gözlənilir. Bunu da yadda saxlamaq lazımdırmı? Bəli. Deməli, bunlar funksional üslubdur və bunların digər xüsusiyyəti ədəbi dilin normalarının gözlənilməsidir. Deməli, funksional üslublar birlikdə, yəni bunlar topu halında birlikdə ədəbi dil təşkil edir. Funksional üslublardan birinci biz gəlin keçək bədii üslub. Görək bədii üslub nədir? Bədii üslub ən qədim üslubdur. Bax, birinci qayda bura yaza bilərik, qədim üslubdur. İkinci, bədii üslub digər üslublara təsir edir. Yəni, bu cümlələr bizə lazımlı cümlələrdir və burada sözün funksiyası, ümumiyyətlə sözün 3 funksiyası olur və bədii üslubda da sözün funksiyası deməli poetiklik daşıyır. Poetik. Poetik nədir? Poetik yəni məcazi. Ən az elmi üsluba təsir edir, çünki elmi üslubda məcazilik olmur və bədii üslub təfəkkürün ifadəsidir. Bədii üslubun əsas şərtləri odur ki, məcazi olmalıdır. Bizdən bədii üslubun xüsusiyyətlərini soruşanda yazırıq məcazi, obrazlı, daha sonra emosional. Bu bədii üslubun özünə məxsus olan xüsusiyyətləridir. Daha sonra deyirik ki, bədii üslubda obrazlıq 3 səviyyədə olur. Bunlara fonetik səviyyədə deyə bilərik, leksik səviyyədə deyə bilərik. Biz burada indi bizə lazım olan nədir? Bədii üslubun 3 təzahür forması var ki, bu təzahür forması bizə verilə bilər. Bədii üslub həm şeir dili formasında, həm nəsr formasında verilə bilər, həm də dramatik, yəni dramaturgiya. Şeir dili bilirik də, adi şeir formasıdır ki, nəsr dilində əsasən burada ola bilər hekayədir, povestdir, romandır, nağılın bir hissəsi. Dramatik formada isə monoloqların, dialoqların olması, yəni bədii üslubda verilə bilər. İndi keçirik biz elmi üsluba. Elmi üslubda bizdə əsas olan xüsusiyyətlər nədir? Birinci, elmi üslubun xüsusiyyətlərini sayaq. Məntiqilik, ardıcıl olmalıdır. Daha sonra elmi üslub dəqiq olmalıdır. Elmi üslub konkret olmalıdır. Daha sonra elmi üslubda, baxın, bu xüsusiyyətləri mütləq yadda saxlamalıyıq və elmi üslubda termin sıxlığı olur.
Bu olacaqdı elmi üslubun özünə məxsus xüsusiyyətləri. Bu üslubda sözün funksiyası isə hansı funksiyada olacaqdı? Deməli, terminoloji funksiya. Yəni burada söz öz termin xüsusiyyətini daşımalıdır. Bu üslubda modallıq bildirən sözlər və mürəkkəb cümlələrdən geniş istifadə olunur. Yəni burada modallıq bildirən və mürəkkəb cümlələr olur. Elmi üslubun, yenə deyirik, əsas funksiyası nə olacaq? Terminoloji funksiya. Elmi üslubun terminsiz təsəvvür etmək olmaz. Məsələn, biz sifət deyəndə deyirik ki, qızın sifəti. Bu informativ funksiyadır, həqiqi mənada. Amma sifət əsas nitq hissəsidir deyərsəm, bu terminoloji funksiya olacaqdır və elmi üsluba xas olan bir xüsusiyyət olacaqdır. Elmi üslubun əsas xüsusiyyətləri dedik nədir? Məntiqilik, ardıcıllıq, dəqiqlik, konkretlik, termin sıxlığının olmasıdır. Deməli, daha sonra növbəti üslubumuz gələcəkdir. Publisistik üslub və imtahanda bizə düşən növbəti üslub isə publisistik üslub olacaq. Deməli, publisistik üslubda nə öyrənirik? Milli ictimai təvəccühü ifadə edən nitq formasıdır publisistik üslub. Publisistik üslubu biz mətbuatda, televiziyada, radioda, yəni eşitdiyimiz, gördüyümüz, qəzetdə oxuduğumuz bir üslubdur. Publisistik üslub şifahi də ola bilər, yazılı da ola bilər. Yəni şifahi forması odur ki, biz televizordan baxırıq, radiodan dinləyirik. Yazılı forması isə qəzetdən, kitabdan oxuyuruqsa, bu publisistik üslub olacaqdır. Publisistik üslubun əsas xüsusiyyəti aydınlıq olmalıdır, təsirlik və anlaşıqlıq. Bu publisistik üsluba aid xüsusiyyətlərdir və burada elmi kütləvi kitabların dilidir ki, yəni bu nəyə görə aydın olmalıdır? Publisistik üslubda olan hər hansısa bir mətni oxuyan, istər şagird, müəllim, yəni hansı ixtisasda olursa olsun, ona aydın olmalıdır, başa düşməlidir, təsirli olmalıdır və anlaşıqlı bir dildə olmalıdır və demək olar ki, bu mətbuatın yaranmasından sonra publisistik üslub xüsusilə də genişlənib və çoxalmışdı. Növbəti üslubumuz isə məişət üslubudur. Məişət üslubu normal həyatda danışdığımız üslubdur. Amma burada yenə də normallığı biz gözləməliyik. Yəni bir-birimizlə ünsiyyət saxladığımız üsluba məişət üslubu deyilir. Məişət üslubunun əsas özəlliyi isə nitqin sərbəstliyidir. Yəni nitqin sərbəstliyi deyəndə siz burada vulqar sözlərdən, varvarizmlərdən sərbəst şəkildə istifadə edə bilərsiniz demək deyil. Yəni biz mütləq normallığı gözləyərək danışmalıyıq və nitqin təbiiliyi, nitqin təbiiliyi, bir də yığcamlıq. Biraz xəttim pisdir. Nitqin təbiiliyi, yığcamlıq, nitqin sərbəstliyi olmalıdır. Burada da məişət üslubunu gözləyən 3 əsas xüsusiyyət burada gözlənməlidir. İndi gəldik biz sözün funksiyalarına. Sözün hansı funksiyası olacaqdır? Poetik. Deməli, poetik funksiya nədir? Poetik funksiyada sözlər məcazi mənada işlənməlidir. Bu əsasən bədii üslubda özünü göstərir. Dərin məna, dəmir bilək, xəbər aldım. Burada mənanın dərin olması məcazidir. Biləyin dəmir bilək olması məcazidir. Xəbər aldım məcazidir. Sözün ikinci funksiyası informativ funksiyadır. İnformativ funksiyada sözlər həqiqi mənada olur. Yəni burada sözün ilkin mənasıdır. Dərin sözünü burada poetik funksiyadaydısa, burada artıq həqiqi mənadadır. Qapı, yəni dəmir qapı. Qələm aldım. Yəni burada həqiqidir. Amma terminoloji funksiyada isə sözlər elm sahələrinə məxsus olur, ixtisas sözləri olur. Morfologiyada inversiya, tangez, daha sonra epitet, təşbeh bu kimi sözlər terminoloji funksiya olacaqdır. Bizdə imtahanda necə düşə bilər? Sizə mətn verilə bilər, deyə bilər üzərində ulduz işarəsi qoyulmuş, rəqəm yazılmış sözlərin mətndən kənar bir funksiyada işlədin. Məsələn, sizə verə bilər mətndə, yenə deyirəm, dərin quyu. Siz bunu digər bir funksiyada işlədin deyirsə, siz bunun qarşısına yazacaqsınız ki, bu informativ funksiyadadır və digər funksiyada yazacaqsınız poetik. Poetik funksiyada da yazarsınız dərin fikir, dərin məna. Aydın oldu və yaxud da sizə hər hansısa bir verə bilər ki, oğlanın sifəti
Oğlanın sifəti. Üzərində də yazar bir. Üzərində bir işarəsi yazılmış sözü digər mənada işlədin. Siz bu biləsiniz ki, informativdir və sizə cədvəl verilə bilər. Baxın bu cür. Deməli bu cür cədvəl veriləcək. Bura yazacaqdı funksiyalar: informativ funksiya, poetik funksiya, terminoloji funksiya. Hansıdır? Siz yazacaqsınız informativ funksiyadadır və burada yazacaq digər bir cümlədə işlət. Digər bir cümlədə işlət yazanda siz artıq yazacaqsınız burdan ki, sifət əsas nitq hissəsidir. Baxın, bu düşür. Və yaxud da sizə belə bir sual verə bilər. Məsələn, söz aldım, söz aldım ifadəsini verə bilər. Deyər ki, aldım sözü hansı funksiyadadır? Sizə yenə belə cədvəl verilə bilər: poetik, informativ və terminoloji. Siz sözü ala bilmirsiniz, bilirsiniz məcazidir, yazırsınız poetik, bunu digər bir funksiyada işlət deyirsə, informativdə işlədə bilərik bunu maksimum. Necə yaza bilərəm? Meyvə aldım. Meyvə aldım formasında digər bir funksiyada işlədə bilərsiniz. Yəni bu oldu bizim sözlərimizdə 3 funksiyasını daşıyır: informativ funksiya, poetik funksiya və terminoloji funksiya. Bir də bizdən nə düşə bilər? Düşə bilər ki, məsələn biz bədii üslubu keçdikdə yaza bilər ki, gün batdı. Deyər ki, altından xətt çəkilmiş ifadəni mətnlərdə əsasən düşür. Məcaziləşdirərək mənasını itirməyin, amma bu cümləni məcazi edib yenidən yazın. Siz bunu məcazi eləmək üçün və deyə bilər ki, mətnin üslubunu saxlamaqla. Bilirsiniz ki, mətn məsələn bədii üslubdadır. Siz həmin bədii üslubu, ümumiyyətlə bu tip suallar bədii üsluba aid mətnlərdə düşür. Saxlayırsınız. Gün dağların arxasına gizləndi. Baxın bu cür. Daha sonra verə bilər ki, o istəməsə də qocanın dediyini etdi. İndi bu da məcazi mənada deyir, bunu işlədim. Bunu necə işlədərik? Yenə mətnin üslubunu saxlamaqla. O qocanın sözünü yerə salmadı. Baxın, qocanın dediyini etdi ifadəsini mən mənanı görürsüz itirmədim və qocanın sözünü yerə salmadım qoydum. Deməli, baxın, burada sözlərin hər biri həqiqi idi. Mən burada artıq məcazili əlavə elədim və üslubu xüsusiyyətləri daşıdım. Və yaxud da bizə cədvəl sualı olaraq da düşə bilər ki, mətn hansı üslubdadır? Deyə bilərik ki, bədii üslubdadır. İndi bizə deyə bilər ki, mətn bədii üslubdadırsa, siz onu faktlarla göstərin. Siz artıq orada bədii üslubun olduğunu göstərmək üçün deməli, təşbehdir, epitetdir, bunları seçməlisiniz. Epitet baxın nədir? Çox rahat qaydadır. Bunları qısa-qısa sizə izah eləyəcəm. Məsələn, göz deyir, gözün önündə deyir ki, ahu. Ahu göz. Deməli, artıq burada epitetdir. Və yaxud da deyə bilər ki, yanaq. Artıq yanağın qabağında alma deyirsə, alma yanaq olmur da. Burada bir növ məcazilik var. Bu sözləri siz epitet götürə bilərsiniz. Baxın burada alma gözlü deyibsə, deməli epitetdir. Artıq sizə desə ki, altından xətt çəkilmiş ifadələrin bədii üslubda olduğunu göstərən xüsusiyyətlər hansılardır? Siz yazacaqsınız ki, epitet işlənibdir. Sonra qarşısında da yazacaqsınız alma göz. Aydın oldumu? Daha sonra bədii üslubun digər əlaməti təşbehin işlənməsidir. Təşbeh də rahat qaydalardan biridir ki, bu isə bənzətmə deməkdir. De hansı qəhrəman, hansı komandan şir kimi cəhbələr yardığı zaman. Burada şir kimi deyirsə, yazacaqsınız ki, burada təşbehdir, şirə bənzətmə var. Burada isə təşbehin digər adı bənzətmə də deyilir. Camalın günəşdir. Burada nə var? Burada da təşbeh var. Camalın günəş kimidir. Yəni təşbeyə burada bənzədib. Qəmərdir üzün. Üzün qəmər kimidir. Təşbeh nümunəsindən istifadə edibdir. Daha sonra metafordan da istifadə edilə bilər. Və arandan yaylağa tələsir yağış. Metafor nədir? İnsana aid xüsusiyyətlərin, cansız əşyalar üzərinə köçürülməsi, ümumiyyətlə bir şeyə aid xüsusiyyətlərin digər bir şeylərin etməsidir. Və yağışın tələsməsi insana aid xüsusiyyətdir, amma yağışın üzərinə köçürülübsə, burada metaforun olması deyə bilərik. Mübaliğə çox rahatdır, litoda kiçiltmədir. Olsaydı məndəki qəm Fərhad mübdalə bir ah ilə verərdim min müsuitin ibadə. Mübaliğə şişirtmə deməkdir. Əsasən litota ilə mübaliğə çox düşmür. Bizə əsas lazım olan epitet, təşbeh və metafordur. Daha sonra bir də bədii sualın çox düşmə halları bizim qarşımıza çıxa bilər.
Bir də yaza bilərsiniz ki, inversiya. İversiyada xəbər önə keçir. Bax, xoş keçmədi il çöllüyə, dehqanə nə borcum? Görürsüz, burada feilin önə keçməsi isə inversiya halının baş verməsidir. İndi isə keçək sizlə rəsmi işgüzar üsluba. Rəsmi üslubda konstitusiyadır, qanun, qərar, məcəllə, sərəncam, fərman, əmr, tərcüməyə, ərizə, bildiriş, elan, arayış, izahat, protokol, akt. Bunların hər biri rəsmi üslubda olur. Rəsmi üslub üçün nələr əsasdır? Bunlar mütəxəssislər tərəfindən yaradılır və bunlar yığcam olur. Məsələn, ərizənin bir forması var. Mən gedib deyə bilmərəm ki, ərizə yaz, sən başqa formada, sən başqa formada. Ərizə yazanda hər kəs eyni formada olur. Quruluşuna görə bölmələr, maddələr, bəndlər ayrılır. Yəni, eee İşgüzar sənədlər əsasən tərcümeyi haldır, daha sonra ərizədir, arayış daha çox rəsmi sənətə də gedə bilər. Daha sonra izahatdır. Baxın, burada işgüzar sənədlər var, bir də rəsmi sənədlər var. Rəsmi sənədləri odur ki, birmənalı möhür vurulur. Amma işgüzar sənədlərdə isə möhür olmur. Öz xəttimizlə özümüz yaza bilərik. Deməli, dedik ki, burada əsas xüsusiyyət bunun yığcamlığının olmasıdır. Və belə. Bir də şablonluqdan istifadə olunmaya da yer verilir. Bəs yaxşı, bizə bunlardan nə düşə bilər? Baxın, bizə mətn verilə bilər. Biz böyük mətn bilirik də, ya publisistik olur, ya bədii. Biz bədii mətni oxuyuruq. Və burada bədii mətni oxuyandan sonra burada da verilə bilər ki, 3.1.2 maddəsinə əsasən neçəncisi sualdır. Artıq biz maddəni görəndə bilirik ki, bu konstitusiyadır. Konstitusiya olduğunu bildiyimizdə tez deyirik ki, buna rəsmi üslubdur və bizə Eyler-Venn diaqramı verirlər. Eyler-Venn diaqramında da soruşulacaq ki, bu üslubların oxşar fərqli cəhətlərini yazın. Bədii üsluba yazacaqsınız məcazidir, emosionaldır. Rəsmi üsluba yazacaqsınız yığcamdır. Bunların oxşar cəhətini də yazacaqsınız. Hər ikisində funksional üslubdur. Hər ikisində ədəbi dilin normaları gözlənilibdir. Daha sonra bizə başqa nə verilə bilər? Məsələn, bizə bir burada verilə bilər ki, e, Üzeyir Hacıbəyov haqqında, onun yaradıcılığı haqqında verilə bilər. Qıraqda da çərçivə mətn verilə bilər. Burada da bizə Üzeyir Hacıbəyovun yazdığı hər hansısa bir janrın yaranması, janrın xüsusiyyəti verilə bilər. Biz artıq janr xüsusiyyəti verirsə bilirik ki, bu elmidir. Bu isə Üzeyir Hacıbəyov haqqında məlumat verirsə publisistikdir. Bizə bunun oxşar fərqli cəhətini soruşa bilər. Biz publisistikə yazırıq ki, nədir? Aydındır, kütləvi aydınlıq, təsirlik, anlaşıqlı. Elmi üsluba da yazırıq konkret, termin sıxlığı, yığcamlıq. Bəs oxşar xüsusiyyət hamısında eyni olurdu. Nə olur? Hər ikisi funksional üslublara daxildir, hər ikisində ədəbi dilin normaları gözlənilibdir. Gəlin üslubları bir də təkrar eləyək, görək burada yenə nələr var. Üslubiyyat dedik, dilçiliyin vahididir, əsas vahidi üslubdur, üslub daha genişdir. Funksional üsluba dedik, elmi, bədii, rəsmi işgüzar, publisistik və məişət üslubları daxil oldu. Daha sonra bunlar içərisində dedik, bədii üsluba nələr daxildir? Ən qədim üslubdur, emosionallıq var, obrazlılıq var, məcazlardan istifadə var. Burada ritorik suallar da deyə bilərik. Daha sonra burada təşbehdən, metafordan danışdıq, epitetdən danışdıq və bədii üslubun danışandan sonra keçdik rəsmi işgüzar üsluba. Rəsmi işgüzar üslubda nələr əsas idi? Əmr idi, fərman, konstitusiya, elan, bildiriş, ərizə forması vardı. Həm rəsmi sənədlər, həm işgüzar sənədlər olmaqla bölünürdü. Rəsmi sənədləri birbaşa mütəxəssislər özləri tərəfindən tərtib olunurdu. Ümumi hüquqi məzmuna malik olurdu, tarixi əhəmiyyətli olurdu. Daha sonra burada publisistik üslub var idi. Mətnlərimizin biri də publisistik üslubda düşürdü. Mətbuat forması idi. Müxtəlif mövqeləri, maraqları əks etdirirdi. Radio, televiziya, mitinq, kütləvi yığınacaqlar şifahi formada olurdu. Qəzet, jurnal, elmi kütləvi kitablarda oxunduğumuz isə yazılı formada olurdu. Daha sonra publisistik üslub danışıq dilinə isə daha yaxın olurdu. Məişət üslubu isə dialoji nitq forması idi, dialekt üstü nitq forması idi. Burada sərbəstlik və təbiilik onun əsas xüsusiyyətlərindən biri idi. Bu üslublarda hər birini birləşdirən, hər birinin funksional üslub olması və ədəbi dilin normasının gözlənməsi idi. Elmi üsluba aid olan xüsusiyyətlər dəqiq olmalı, ardıcıl, konkret, termin sıxlığı və məntiqliyi idi.
Modal sözlərdən, mürəkkəb cümlələrdən istifadə olunur, ara sözlərdən istifadə, düsturlardan istifadə olunması isə elmi üslubun özünəməxsus xüsusiyyətlərindən biridir. Bunları öyrənsəniz, üslubiyyat bölməsindən düşən mətnlərdə tam yaza bilərsiniz. Sağ olun, salamat qalın.